Bəzən görürsən ki, valideynlər deyirlər ki, uşaq danışmır. Bu uşaq demək ki, autizmdir. Yəni, heç bir həkimə müraciət etmədən artıq evdə, qonşu, qohum, yaxın, nənə, baba bir diaqnoz qoyur ki, bu uşaq autizmdir. Doktor, mən də belə bir sual vermək istəyirəm ki, hər danışmayan uşaq autizm hesab etmək olarmı? Autizm spektr pozuntusudur və mən onu müalicə edib 2 aydan sonra da bunu aradan qaldırdım, bu mümkün olan bir şey deyil. Yəni, bu bəzən real deyil və valideynləri bu diaqnozdan artıq istifadə edib bunu bir biznesi çevirirlər bəzən. Yəni, bu heç düzgün olan hal deyil və valideynlər bundan bəzisi onun qurbanı olur, bəzisi çox talib yaşayır, bəzisi isə real olaraq uşaqda autizm spektr pozuntusu olan yerdə dedikdə də artıq inanılır. Yəni, o qədər belə negativ hallar olur ki, artıq reallığı dedikdə qəbul edək. Bəzən sosial şəbəkələrdə, internetdə o qədər yanlış informasiyalar, paylaşımlar olur ki, valideynlər bir xaos yaşayırlar. Və valideynlər xaos yaşayanda bəzən olur ki, elə valideyn var ki, deyir doktor, mən fərqli insanları dinləyirəm, blogerdə ondan danışır, filan kəslər də danışır. Mən də bilməyəm, amma danışır. Hər kəs danışır və təəssüflər olsun ki, bizdə indi sosial şəbəkələrdə, elə dünyanın hər yerində olduğu kimi və internetdə verilən məlumatların doğruluğu yoxlanılmadan daxil edilir. Nəysəsi yükləyək bir halda ki, yəni ayrı bir xəstəliyin əlamətlərini yükləyib digər xəstəliyin adını yazanlar var. Yəni insanın şəklini yükləyib başqa bir adla paylaşım edilər. Yəni düşünün ki, və valideynlər bunu görəndə, bunu dinləyəndə, bunu oxuyanda bir xaos yaşayırlar və onlar çox belə, bilirsiniz, valideynlər elə depressiv halda olurlar ki, bir qrup valideyn depressiyada olur və panikada gəlir ki, mənim uşağımda autizm spektr pozuntusu var və valideyn də depressiya yaşayarsa, valideyn çökərsə, kobud şəkildə deyil, o mütləq uşaqda yansıyacaq.